Çox sağ olun müəllim. Allah sizə Buyurun. can sağlığı versin. Amin, amin. Allah razı Bir də olsun. başqa bir şeydən danışmaq istəyirəm. Yəni sual deyil, prosta e, mən hardasa 5-6 ildir sırf necə deyim, indi Qurani dediyimiz anlayış var ya, Quranilər, Bəli. yəni hədis inkarçıları. Mən onlara daha çox baxırdım. Yəni onlar deyirlər ki, yəni təkcə Quran, nə bilim hədislər günümüzə gəlinə qədər hədislərin başına 1000 dənə oyun açılıb, nə bilim və s. və ilə axır. Daha çox yəni Azərbaycanda yaşayan məlum insan, Türkiyədə yaşayan, yəni bunları həqiqətən yəni bütün canlılarına baxırdım. Bütün videolarına baxmışam. Yəni istisnasız bütün videolarına baxmışam. Əhl-i sünnə qardaşlar da var. Yəni məsləhət görürdülər ki, yəni tək ora baxmaqla sən bir şey tapa bilmərsən, daha haqqı tapa bilmərsən. Yəni sizin kanallarda önərirdilər. Deyirdilər ki, məsələn tövbə zamanında bu haqqda videolar var, bax. Yəni o qədər şey edirdim ki, ümumiyyətlə baxmırdım. O qədər məsələn etiqad edirdim ki, həqiqətən yəni bu hədis inkarçıları, Quranilər yəni yəqinliyə çatıblar da. Yəni Bəli, bəli. başqa alternativ məsələn başqa fikirləri qulaq asmırdım. Ümumiyyətlə baxmırdım. Avtomatik deyirdim ki, məsələn bir video çəkiblərsə, məsələn bu insan haqqında 100% dedim ki, bu səhvdir. Burada qərəzli bir şey var. Ona görə şey eləmirdim. Amma siz deyəndən sonra mən o 5-6 dənə, 5-6 yox, bəlkə 10-a yaxın video var o haqda. Girdim, baxdım, həqiqətən yəni sizdən halallığı almaq istəyirəm. Sizə qarşı həqiqətən mövqeyim biraz başqa cür idi. Mövqeyim başqa cür idi. Yəni deyirdim ki, yəni bunlardan düzü yoxdur da, yəni başqaları səhv deyir. Həqiqətən mən necə deyim sizə, o bəsirət gözüm açıldı. Allah sizdən Allah razı həmd olsun. olsun. Allah həmd olsun. Biz də çox Haqqınızı sevinirik. halal edin. Halal qardaş, biz zaten yəni təəssüflər olsun ki, yəni o da bilirsiniz necədir, həmişə də bunu tövsiyə edirik qardaş. Məsəl üçün bu canlılara girən şiə, digərləri hamısına nə deyirik qardaş? Deyirik bir dənə girin, yəni araşdırın da, yəni tələsməyin, təhqir eləməyə, fikrə düşməyə, aydındır. Yəni bilirsiniz necədir? İnsan araşdırdıqda ədalətli olur da. Yəni əgər məsələ mühüm məsələdir, dini məsələ bu gün görsən bəzi insanlar yazırlar ki, məsələn mənim öz həyatımda elhamdülillah dini şəriəti təhsil almışam və s. amma normal həyatımı yaşayıram və digər çox yəni qarışıq belə deyək də, yəni hədəflərim var, işlərim var, yəni çoxlu işlərlə məşğulam da, bir yerdə durmuram, aydındır. Lakin yenə də görürəm ki, bütün məsələlərin əsası nəyə qayıdır qardaş? Din məsələsinə qayıdır. Çünki bu bizim fitrətimizdə olan bir şeydir. Bax görürsən bugün aç medianı bax qardaş, psixoloqdur, təzə başlayıb dindən danışır. Nə bilim sosioloqdur, dindən danışır. İdmançıdır, dindən danışır. Qardaş. Hamı dindən danışır. Dinən ki, yəni məsəl üçün demək olar, işiniz gücünüz yoxdur, boş gəzirsiniz, belə demək olmur. Çünki bu mühüm bir sualdır. Buna görə yəni cəmiyyətlər, imperiyalar bir-birinin qanını tökürlər. Yəni hamı axmaq olubdur, yox. Deməli din çox mühüm mövzudur qardaş. Və bu cür mühüm mövzuda insan nə etməlidir? Araşdırmağa biraz nə olmalıdır? Həris olmalıdır. Yəni belə asan deyil. Xüsusilə bu TikTok çıxandan sonra və s. və bu emosional belə deyək də emosiya rıçaqlarından istifadə edən insanlar burada nə edirlər? Auditoriya işləməyə şeylərdə belə də diqqət verirlər və auditoriya işləyirlər və insanların o bizə necədir belə deyək də o elə bil Publikaya oynamaq da yəni. ehtiyacından insanların dinə ehtiyacı var axı. İnsanların ehtiyacından sui-istifadə edirlər. İnsanları əslində istehza edirlər. Başa düşürsüz qardaş? Amma məsəl üçün də bir insan məsəl üçün Elşad Mirin özünü deyək də bizim onunla heç bir şəxsi bir məsələmiz yoxdur. Yəni heç istəmirəm də olsun. Yəni ümumiyyətlə nə onunla bir səviyyədə adamlıq, nə başqa, tam başqa dünyaların adamları, başqa xasiyyət, başqa şey. Bizim kəsməyimiz yoxdur. Bizim niyə misal üçün biz misal üçün bu adamda olmayan səmimiyyəti niyə görürük qardaş? Misal üçün sən belə deyək də çıxırsan, deyirsən ki, məni aydındır, məni filan kommentlərdə təhqir edər və s. və axır. Bax qardaş özün gör. Əvvəllər nə qədər onun izləyiciləri var ki, səni kimi qardaş girirsən, yox, siz heç nə bilmirsiniz. Elşad Mirdən başqası yoxdur. Niyə qardaş? Nəyə görə? Hardadır səndə bu yəqinlik? Və deməli bu qardaş, bu niyə baş verir? Əslində o onu istəyir, ona görə baş verir qardaş.
Başa düşürsünüz? İnsan özünə dəstək yığmaq istəyəndə qardaş, o dəstək yığılır. Aydındır? Misal üçün bir insan Allah qorusun, ona görə də mən misal üçün mənlə tanıyanlar var da, mən adamlarla danışanda misal üçün də çalışıram ki, müəyyən mənada bir belə deyək də mənasız bir simpatiya şəbəkəm olmasın. Uzaq tuturam. Nəyə görə? Çünki bilirəm ki, bu çox xətalı bir şeydir. Bu insanın natamamlığına olan bir şeydir. Yəni mənim misal üçün də həyatda əgər bir həzz almaq istəyirəmsə qardaş, get qardaş bir dənə biznes qur, əlinin altında 1000 dənə adam işlət, düzdür? Onlara maaş ver, aydındır? Və onlar desinlər ki, filan kəsə halal olsun. Nə gözəl adamdır, bizə çörək ver. Düzdür? Bu olsun böyük bir işdir. Aydındır qardaş? Böyük bir işdir. Amma gəl insanların yəni müəyyən mənada sənə yəni ehtiyacı var, səndən elm öyrənmək istəyir. Və sən də psixoloji olaraq özünə dəstək yığırsan, özünə bir yəni cəmiyyət qurursan və görsən bütün günü məzhəbləri qınayır da. Düzdür? Biz də qınayırıq, yəni təəssübkeşliyi qınayırıq, məzhəbləri yox, məzhəbə təəssübkeşliyi qınayırıq da. Aydındır? Amma sən gəl təzə məzhəb qur. Yəni qınanılan məzhəb deyil, qınanılan təəssübkeşlikdir. Düzdür can? Sən də bilirsən ki, necə eləyir ki bu insan, buna can Allah sonunda və leysə lil insan illə mə sə'a. İnsan həqiqətən də nəyə can atarsa ona nail olar. Bildin qardaş? Bir insan özünə bağlı insanlar, onun üçün təəssübkeşlik edən insanlar yaratmaq istəyirsə ona nail olur. Bildiniz qardaş? Onun üzərində işləyirlər onlar. Aydınmı? Müəyyən bir baxırlar cəmiyyətdə, özü elə belə adamlar deyirlər onlar. Baxırlar ki, misal üçün də Azərbaycan cəmiyyətində, Türkiyə cəmiyyətində insanların hansı məsələdə yəni şeyləri var, boşluqları var. Hansı məsələdə ehtiyacları var? Hansı məsələdə mən bunların qeyrətlərini oynayım? Xüsusən də qeyrət, namus məsələlərini götürülə bilər ki, xalqımız döyüşkəndir, qeyrətçi, düzdürmü? Neynirlər? Cənnətdə huri məsələsi, nə bilə. Ancaq siz də mənə bağışlayın, seksual kontentin ətrafında neynirlər? Manipulyasiya edirlər. Bu da qardaş, o insanların səmimi olmamağını dəlalətdir. Aydınmı qardaş? Ona görə də biz tövbə zamanı kanalı açdıq. Biz bu kanalı açanda məqsədimiz o idi ki, biz orada insanların adlarını çağırmayacaq. Biz mövzulara çağıracaq. Biz Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə çağıracaq. Qurana və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə. Qardaş, mən çatdırıram, islah edən Allah, hidayət verən Allah da. Aydındır? Amma bir insan artıq din üzərindən qardaş, şəxsi brend qurursa qardaş, aydındır? Bu artıq ən böyük fəlakətlərdəndir. Ona görə də Allah Subhanahu taala yəni bizim hədislərdə, səhih hədislərdə və bu cür adamları görəndə mən bu hədislərin səhih olmasına daha çox inanıram. Nədir? Deyir ki, qiyamət günü ilk cəzalandırdığı kəs kim olacaq? Deyəcək ki, ya Rabbi, mən elmi ona görə alırdım ki, insanlara səni tanıdım. Aydındır? Allah deyəcək ki, sən yalan danışırdın. Sənin məqsədin o idi ki, insanlar desinlər ki, bu necə elmlidir. Hədisdir qardaşım, Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında nəql olmuş hədisdir. Bu necə elmlidir. Aydındır qardaş? Və deyir, sənə dünyada dedilər, indi isə bunu cəhənnəm atın. Aynen. İnsanın, bax qardaş, din məsələsi, başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim deyir bu elmi, şəriət elmini dünya şeylərindən, ləzzətlərindən bir şeyi əldə etmək üçün alarsa, aydındır, deyir, o deyir, cənnətin iyisini belə izləməz, iyisini belə hiss eləməz. Qardaş, başarısı böyük müsibətdir. Vallahi yəni analiz edəndə, səmimi analiz edəndə biz məsəl üçün biz onu tənqid edirik də. Düzdür qardaş? Ağlı məntiqlə fikirləş. Tənqid edəndə deyirik ki, gəlin misal üçün filan müəllimi izləyin. Yox. Nə deyirik? Deyirik ki, Allah belə dedi, Rasulu belə dedi. Düzdür qardaş? Və təbii ki də yəni biraz da analiz edən kimi özün də görürsən qardaş. Vallahi yəni bir neçə ildən sonra hamısını görəcəksiniz. Adam artıq çıxıb bu gün bizə nə deyir? Bu gün mənə video göndərmişlər. Bismillahirrahmanirrahim deyir. Əslində ərəb dilinin qrammatikasına görə nə deyir? Natamam cümlədir. Nə demək istəyir qardaş? Nə demək istəyir? Quranın artıq tərcüməsindən qurtarıb, indi biz nəyə başlayıbdı? Quranın təhrifindən danışır. Yəni Qurandakı Bismillahirrahmanirrahim yoxdur. Bunlar sonradan əlavə olunub. İnsan işidir, onu demək istəyir. Başarısız qardaş, nə qaldı? Allah xalqımıza haqqı haqq kimi, batili batili kimi göstərsin qardaş. Doğrudan böyük bir yəni sən kimi qardaşlar əlhəmdülillah yəni gəlib deyəndə ki, əlhəmdülillah gözüm açıldı, bəsirətim açıldı. Bu bizi həvəsləndirir qardaş. Yəni əlhəmdülillah sizdən nə pul istəyirik, nə heç nə istəmirik. Sizin bu cür yəni insanlardan dəyişikliklərin olmasını görmək bizə motivasiya verir ki, əlhəmdülillah zəhmətimiz hədər getmir. Allah həmd olsun qardaş. Allah Bir də bir şey deyəcəm müəllim. Çox vaxt uzanmaq istəmirəm. Əsas məni necə deyim, çaşdıran, o fikrə yönəldən bilirsiniz nə idi? Məsələn,
ən əsas tövhid. Deyirlər ki, məsələn, tövhid. Namaz qılanda peyğəmbər adı çəkmək olmaz, Allaha şirk qoşursan, nə bilim, Allah bu kitabı açıqlayıb, peyğəmbər ümumiyyətlə bir dənə o vəhy gəlib, başqa heç bir şey. Mən fikir verdim ki, son zamanlarda necə deyim, Allah Rəsulu sıradan bir insan kimi, yəni Ha, çəkdi. göstərirlər. Yəni sıradan bir insan idi. Haşa yoldan keçən bir adam idi. Sadəcə o vəhy alırdı, çıxıb evinə, eşiyinə gedirdi. Poçtalyon hərflərini, Hə. Quran hərflərini Hə, çəkdi. adamı belə şeylər daha çox inandırır. Deyirdim ki, hə, bunlar düzdür, amma Allah həmd olsun ki, İstifadə edir. səmimi siz demiş, səmimi araşdıranda Allah insana hidayət edir. Ona görə də misal üçün Allah Subhanahu peyğəmbərlər barəsində danışanda, baxın, biz nə dedik? Tövhid məsələsi nədir? İbadətdədir. Məsəl üçün Nuh əleyhissalam Qalə ya qavmi inni lakum nadirun mubin. Deyir, ey qövmüm, mən həqiqətən də sizin üçün açıq, aydın, yəni qorxudanam. Aydındır? Cəhənnəmdən qorxudanam. Yəni rəsulam, elçiyəm. Sonra nə deyir? Ən yəbudullaha vəttaquhu və ati'un. Bax, fikir ver. Deyir ki, yəni nə məsələdə qorxuduram sizi? Asi də qoydum, ona görə qorxutmaq gəldi də, aydındır? Nə məsələdə qorxuduram deyir? Ki, ancaq Allaha ibadət edəsiniz. Ən yəbudullah, ancaq Allaha ibadət edəsiniz. Vəttaquhu, ancaq ondan qorxasınız. Bax, davamındakı sözə bax. Və ati'un, mənə itaət edəsiniz. Başa düşdünüz? Yəni itaətdə Allah Subhanahu başqa ayədə deyir ki: "Və men yuti'ir rasul faqad ata Allah." Deyir ki, kim Allahın elçisinə itaət edərsə, aydındır, artıq Allaha itaət etmiş olar. İtaət məsələsində başqa bir ayədə Allah Subhanahu deyir ki: "Ya eyyuhellezine amanu ati'ullaha və ati'ur rasul ulul emri minkum." Ey iman gətirənlər, Allaha itaət edin, onun elçisinə itaət edin və özünüzün əmir sahiblərinə. İtaət məsələsində qardaş, Allah Subhanahu taalaya şərik qoşmur. Bu itaətdir, aydındır. Amma gördün Nuh əleyhissalam nə deyir? Ən yəbudullaha, Allaha ibadət edəsiniz, vəttəquhu, ondan qorxasınız deməlidir. Aydındır? Amma itaətdə mənə itaət edəsiniz. Açıq aydın ayədir qardaş. Açıq aydın ayədir. Sadəcə insanların ərəb dilini bilməməklərindən, bu məsələlərindən, yəni Quranda məsəl üçün açarsan, baxarsan, burada Quranın möcüzələrindən, fizikadan danışır, kimyadan danışır. Quranın möcüzələrindən biridir ki, Allah Subhanahu ibadət məsələsində və ibadətin bütün növlərini götürsən, ən incə növlərinə belə Allah Subhanahu yəni peyğəmbəri orada şərik qoşmur ləfz olaraq. Aydındır? Amma itaətdə şərikdir. Yəni Allahın Rəsulu izah edir də, izah edir, çatdırır, yəni. Aydın itaət eləməlisən. Başa düşürsən? Allaha itaət edirəm və onun Rəsuluna itaət edirəm. Çünki biri də gəlir, məsələn, xristian deyir, mən də Allaha itaət edirəm. Rəsuluna itaət edirsən? Yox. Niyə? Aydındır? Fərq yarandı axı. Bildin qardaş? Natamam ibadət. Bəli, və bunların məqsədi bilirsən nədir qardaş? Bunlar əslində o dinlər dialoqu məsələsidir. Bunların əsas məqsədi bilirsən nədir? Bax, siz dediyiniz kimi, bax, siz özünüzdən demirsiniz. Yəni, hissiyat nə hiss edirsiniz, onu deyirsiniz. Nüfuzunuzda, sizin qəlbinizdə. Aydındır? Ney? Bax, fikir verin, mən sizə bir psixoloji bir şey göndərir. Allah Subhanahu Quranda ki, "Huvellezî arsala rasulahu bil huda və dinil haqqi liyudhhirahu alad-dini kullihi." Deyir ki, o Allahdır ki, o Rasulunu hidayət ilə, yəni elm ilə, hidayət yəni Quran, hidayətdir elmdə və dinil haqqi və deyir haqq dini ilə, yəni əməl ilə göndərib ki, bütün dinlərdən üstün olsun, eləsin. Baxın, Allahın dini nədən ibarətdir? Elmdən və nədən ibarətdir? Əməldən. Aydındır? Və ona görə də əşhədü ən la ilahe illallah şəhadətin birinci hissəsidir. Mən şahid verirəm ki, Allahdan başqa ibadət layiq heç bir haqq məbud yoxdur. Və əşhədü ənə Muhammedən Rasulullah. Aydındır? Və Muhammed onun elçisidir. Bu ikinci hissə niyə lazımdır, qardaş? Çünki Allah Subhanahu başqa bir ayədə deyir: "Laqad kana lakum fi Rasulillah uswatun hasenə." Deyir ki, sizin üçün peyğəmbərdə həqiqətən nə var? Gözəl bir örnək var. Xüsusən nədə? Peyğəmbərin izahında və peyğəmbərin əməlində, tətbiqində, peyğəmbərin həyatında. Başa düşdün qardaş? Peyğəmbər sallallahu əleyhi və səlləm həyatını bilməsən, sən necə ondan ibrət götürəcəksən? Və peyğəmbər sallallahu əleyhi və səlləm həyatı nədir qardaş? Quranın tətbiqidir. La ilahe illallahın nə idi? Tətbiqidir. Və bunlar nə edirlər? Tətbiq məsələsinə baxın. Bax, fikir verin, o əlaqəni özünüz görəcəksiniz. Bax, görün, Muhammedun Rasulullah hissəsini nə edirlər? Aradan götürürlər və sonra da dəvətlər nəyin üzərində qurulub? Namaz yoxdur, zəkat yoxdur, nə əməl yoxdur. Başa düşdün qardaş? Və bu ondan sonra nə qaldı yerdə?
bir dənə mücərrəd olaraq la ilahe illallah qalır və bu la ilahe illallah məsələsi nədir? Bunlar da bundan əslində dinlər arası dialoqu qurmaq istəyirlər. Başa düşdünüz qardaş? Yəni peyğəmbərliyi çıxardırıq, ancaq bu məsələdə ittifaq edirik. Bildinmi? Onlar deyir ki, müəllim, bəli. Onlar deyir ki, Quranda şəhadət təkcə la ilahə illallahdır. Aydın, məsələ budur qardaş. Məsələ budur da. Məsələ budur. Və ona görə də bax fikir versiniz üstə düşür ha. Üstə düşür. Yəni göz ona görə namazladıb ona görə vururlar qardaş. Allah islah eləsin qardaş xalqımızı. Allah yəni İstədiyin vaxt deyir, istədiyin qədər deyir, rükət sayısı yox deyir. Gündə 2 rükət bəs eləyirlər yəni. qardaş əslində o deyil. Yəni bilirsiniz Peyğəmbər sallallahu əleyhi və səlləmin sirasını oxuyanda, dini dərindən fikirləşəndə görürsən ki, Allah onu 13 il tövhidlə göndərdi. Hudə. Aydındır? Hidayət hissəsinə. Sonrakı növbəti isə son 3 Məkkə dönəmi 3 il isə namazı əmr elədi. Aydındır? Çünki tövhidin praktiki olaraq şeyidir də, yəni tərənnümüdür. Aydındır? Yəni göstərməlisən əməllə. Hər bir adam deyir ki, mən tövhid əhliyəm, amma əməl hanı, namaz hanı yoxdur. Aydındır? Yox, olmur. Ondan sonra isə baxsan nə elədi Allah? Çox çətin bir şəriəti yəni onlara yüklədi. Şəriətin də bir hissəsi zəkat, dövlətçilik, kafirlərlə vuruşmaq və s. və ilax. Düzdür qardaş? Yəni bu hissəyə hazırladı ki, bunu eləyə bilsinlər. Yəni Məkkə dönəmi, bəli, tövhid. Mədinə dönəmi, bəli, ehkamlar dönəmi. Ona görə görsən peyğəmbərin həyatı 2 hissədən ibarətdir. Və Mədinə dönəmindən sonra artıq nə oldu? Peyğəmbər sallallahu əleyhi və səlləm dövlət qurdu və artıq ondan sonra fəthlər başladı. Düzdürmü? Bunlar da nə edirlər? Bu qərb qüvvələri elə bir ortaya atırlar ki, Mədinə dönəmini çıxardaq. Aydındır? Mədinə dönəmi olmasın. İslam dinində Mədinə dönəmi olmasın. Başa düşürsünüz? Niyə Mədinə dönəmi olmasın? Çünki riba qadağan olunacaq. Bank sistemləri onun üzərindədir. İçki qadağan olunacaq. Zina qadağan olacaq. Fahişəlik qadağan olacaq. Narkotik qadağan olacaq. Hamısı dünyadakı bütün şeytan sistemi çökəcək, çökməyəcək? Çökəcək. Masonların istədiyi nədir? Qlobal dünya. Aydındır? Öz dinləri. Başa düşdün qardaş? Görsən necə oturur daşlar yerinə əzizim? Yəni ona görə də o sənə verdiğimiz o araşdırmada da bunu sən özün dəqiq görürsün. O mason barəsində videonu elə belə hazırlamamışıq. Heç kimə möhtəc olmamışıq. Orada çıxışlarını və transformasiyasını göstərmiş. Özünün də, onun müəllimlərinin də, düzdürmü? Bəli, bəli. Mən o videoya baxmamışdan əvvəl, məsələn, illər əvvəl fikirləşirdim ki, böhtanda məsələn haqqınızı halal edin. Deyim, sadəcə iddia edirlər ki, bu belədir, belədir. Deyim, əllərində fakt yoxdur. Amma bir dəfə olsun ki, yəni girib o videoya baxmamışam ki, görüm həqiqətən bu insanlar necə iddia edirlər, yoxsa dəlillərlə gətirirlər. O videoya baxdım, həqiqətən necə deyim, dönüş nöqtəm o oldu mənim. Allah həmd olsun qardaş. Allah həmd olsun. Amma bu da bilsin necədir? Yəni Allaha şükür elə ki, qardaş, hidayət verən Allahdır. Yəni Allaha şükür elə ki, sənin gözün açıq. Yəni. Allaha həmd olsun qardaş. Çox sevindik qardaş. Çox sağ olun müəllim. Allah sizə bərəkət versin. Çox xoş oldu. Minnətdaram sizə. Buyurun, buyurun qardaş. Salam aleykum. Aleyküm selam.